açmaq istəyirəm. Amma çox təəssüflər olsun, cəmaat bunu başa düşmür deyə onların arasında xoşagəlməz bir şayiə gəzir. Onlar hesab eləyirlər ki, qızların məktəbdə oxuması şəriət qanunlarına ziddir. Hörmətli qonaqlar, sizdən ricam budur ki, cəmaata həqiqəti çatdırıb, onları düz yola yönəldəsiniz. Və bizim məktəbə də xeyir-dua verəsiniz ki, onlar sizi dinləyib, öz qızlarını bizim məktəbə göndərsinlər. Bizim Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdi ki, elm oxumaq hər bir müsəlmana vacibdir. İstər kişi, istər qadın. Heç bir şübhəm yoxdur ki, evdə övladların tərbiyəsinin yükü anaların çiyninə düşür. Belə çıxır ki, anaların savadlanması daha vacibdir. Düzdür, Abu Turab, düzdür. Açığı, məni başqa bir məqam narahat eləyir. İllərdən bəri bərkimiş adət-ənənələrimizi az bir müddət ərzində dəyişmək asan olmayacaq. Düzdür, adət-ənənələrimizdən möhkəm yapışmaq lazımdır, onlara hörmət eləmək lazımdır. Amma bizi əhatə eləyən bu xurafatla artıq vidalaşmağın vaxtı gəlib çatır. Estağfurullah.